Təxminən 3 il öncə implantları qoyulub, 3 ilə çatmağa biraz qalmış. 2 ildən də biraz çoxdur ki, keramikalar qoyulmuş, metal keramikalar qoyulmuş, implant üzərində qoyulmuş bir pasiyentin görüntülərini müəyyən illərdən sonra sizə göstərirəm. Belə deyək, 2 il sonraki görüntüsünü göstərirəm. Bu araları həmin vaxtı qoymuşdum. Hətta bu aralarda daha çox ara qoymuşdum belə. Bunlar qida yığıb yığmamağı, həmişə pasiyentlər deyir ki, qida yığacaq. Tutalım videolarda siz görürsünüz deyirsiniz. İndi pasiyentin fikirlərini öyrənəcək ki, bunlar qalır. Bunlar bizə nə üçün lazımdır? Mən həmişə dediyim kimi, burada gəlib qida yığılıb qalmaması üçün yəhərə bənzər olanda gəlib burada qida yığılıb qalır və yaxud bu selektiv şanın üzəri ki, daima yenilənir. Buynuz qat dediyimiz buynuz qat orada yığılıb qalır, iylənir, qoxulanır, implantlara ziyan edir. Dişlərin oturmasını göstərirəm belə. Oynağımızda hər hansı bir problemimiz yox, bir narahatlığımız yox. Dişlərin ümumi görünüşü belə. Digər yuxarı implantların da arxalarına bir baxaq mənim düzgümdən. Arxalarına bir baxsaq mənim düzgümdən. Belə görərik ki, bunlarda da bir sıxıntımız yoxdur. Şükürlüdür, üzümüz ağ olur burada. Pasiyentin bir fikirlərini almaq istəyirəm. 63 təvəllüd pasiyentdir. Bəli, burada bu aralar ki qalmışdı, biz aralıq saxlamışıq damaqdan. Ümumi sizin kimi hər kəs, tutalım, sizdə bu narahatlıq olmayıb, siz mənə buraxmışdınız ki, həkimdən məsləhət birisi son edin. Burada bu araların qalmağı, bu aralar ki var, bu araların qalmağı sizdə ümumiyyətlə yuxarıda aşağıda qida yığılıb qalırmı ora? Yox, qalmır. Yəni qida yığılmağını nədən bilirsiniz? Belə yemək yeyəndə fikir vermirsiniz. Yemək yeyib qurtarmısınız, başladınız ki, çöp axtarırsınız, diş çöpü, sap axtarırsınız. Bunu ilə çıxardım, gedim yuyum, eləyim, narahatam, buradan çıxmalıdır. Belə bir halınız varmı sizin? Olmuyor işte, yox. Olmuyor. Yəni bu aralı qalması gigiyenik baxımından daha gözəldir, daha estetik, daha sağlamlıdır, belə deyək. Estetikası da belə pozulmur. Heç kəs axtarıb burada müəllimin açıb dodağının burasına baxmır ki, gəlin baxın görüm səndə burada ara varmı deyə. Yəni belə maksimum gelin. Gülərkən də dişlərin gözəl görünməsinə də nəzərə alırıq. Gelirik. Ən çox biz bilirik ki, zaman keçdikcə yaşlı insanlarda üz sallanır aşağı. Daha çox bir yaşlı insanların müsahibələrinə baxsaq televizorda görəcəksiniz. Daha çox belə bağlayın. Aşağı dişlər belə daha çox görünür belə. Burada isə gülərkən artıq dişlərin nizamı almışıq dodaqla belə görünür. Hələ uzun illər deyərdim ki, bəlkə də ömürlük elə bu dişlər pasiyentimizə qulluq edəcəkdir burada. Mən sizə fikirlərinizi almaq istəyirəm. Ona görə. Bir də 3 il var da, implantlar qoyduğumuz 3 il var. Amma üstləri 3 il deyil də. İmplantları qoyub gözləyirik axır. Məsələn, burada Olenfor prinsip olsaydı, implantı qoyan kimi üstünə diş qoyardıq. Olenfor o vaxt demişdim, sizə qoyan kimi üstünə diş qoyar. Amma bu Olenfor deyil. Daha tutarlı, axıra qədər dişlərin olduğu bir konstruksiyadır ki, klassik metodlarla olandır. Ona görə dişləri qoyduq, yuxarı çəndə 4 ay, aşağı çəndə 3 ay gözləyirik. Ümumiyyətlə, əməliyyat nə tər keçdi əməliyyatın? Çox gözəl keçdi əməliyyat. Yox, bax, getdiniz evə ağrısı, şişi falan. Yox, sonradan heç bir şey olmuyor. Düz əməliyyat vaxtı, indi o əməliyyat da olur, ancaq sonra heç bir narahatlıq olmuyor. Sizdə ikisini bir gündə qoymadıq deyəsən, bir ay fasilə verdik, hə? Yox, fasilərlə. Siz deyəsən birdən-birə hamısını bir yerdə istəmədiniz desə, ayrı-ayrı istədiniz. Yox, bir dəfə alt çənəni, sonra üst çənəni. Üst sonra alt çənəni. Yəni normaldır, o dediyiniz o məsafələr zadlar, yəni onları siz deməsəniz, məsələn, mən hiss eləmərəm, yəni kənar adam da hiss eləmər. Yadınıza salmasa, bəs bilməzsiniz ki. Yəni yaxalayanda eləyəndə də hiss eləyirəm ki, məsələn, təmiz yuyulur, orada heç nə qalmır. Qalmır. Bir də dişlərə qulluq eləmək lazımdır, yəni axşam. Yumaq. O zəncirin bir halqası da pasiyentin baxımlılığıdır da, yaxşı baxmalıdır. Yəni onlar da eləyirik, şükür Allaha heç bir narahatlığımız yoxdur. Allahın verdiyi bütün nemətlərdən də rahatlıqla yiyirsiniz. O cavanlıqda tutalım, o 20 yaşda, 25 yaşda olan dişlər kimi rahat yiyirsiniz. Mən orada yeyirəm, ancaq yenə də qoruyuram. Yenə də ehtiyatlı olmaq lazımdır. O demək deyir ki, ancaq narahatlığımız yoxdur. Sağ olun, həqiqətən gözəl işləyibsiniz, əziyyət çəkibsiniz. Heç bir narahatlığımız yoxdur. Ümumiyyətlə, tək İlham müəllim olmasın, bütün pasiyentlərdə mən əlimdən gələn nə varsa eləyirəm, Bir də burada bir məsələ var, keramikalar nədən qopa bilər? Əgər keramikada balans yoxdursa, karkasda filan da, bu işlərdə təbii ki, balans yoxdur. Balansda da ən çox keramikalar qopa bilir. Bu stomatoloqların bəzilərinin narahat olduğu bir məsələdir. Balans varsa, əzizlərim, o keramika həmin balans olan hissədən qopacaq. Balans yoxdursa, keramika nə vaxt qopa bilir? Məsələn, qəssabın baltasından çıxan bir sos yeyirik evdə, orada bir sümük parası riski düşür, qıra bilər.
və yaxud uşaq bir qaşıq tuldur gəlib deyə bilər. Bunlar bilinən səbəblərdir. Bir də nə ki, evdə ki bu xrustalımız var, qaynar xrustaldır. O soyuq su tökməyi hamımız ki evdə qoruyuruq. Analarımız, bacılarımız onlar ki qoruyur ki, bir dəqiqə çat düşəcək, qırılacaq, sınacaq. Bu da keramikadır. Metal keramikadır. Bu da metal keramikadır. Ani isti, ani soyuq, reski isti, reski soyuq bunu qıra bilər. Yaxşı, mən elə bir şey eləmirəm deyirsə, niyə eləmirsiniz ki? Siz isti yemək yediyiniz yerdə götürüb bir soyuq kompot içirsiniz, soyuq su içirsiniz, sok içirsiniz, soyuq qatıq yeyirsiniz, soyuq qarpız yeyirsiniz. İsti soyuq yer dəyişməsi, yəni belə çox olur. Nə qədər desəz də ki, mən istidən soyuq gözləyirəm, eləmirəm. Bu sağlam dişiniz üçün, öz dişiniz üçün də ziyandır, keramika üçün də ziyandır. Həmin anda bir çat düşür üstünə. O çat pasiyentlərin ən sevdiyi söz deyirlər ki, mən çörəyin için yeyirdim, çıxdı, qopdu, gəldi. O çörəyin için yeyənə qədər, çünki artıq ora çat düşüb, təməl qurulub, bəlkə bir ay bundan qabaq, bəlkə 2 ay bundan qabaq, bəlkə 2 saat bundan qabaq, 2 gün bundan qabaq fərq eləmir. Yəni həmin anda ona görə də çörəyin için yeyəndə o qopdu, düşüb. Belə, mənə elə gəlir ki, üzümüz ağrıdır sizin yanınızda. Hələ uzun illər ömürlük gəlir ki, bu dişlər sizə qulluq eləyəcəkdir. Hər bir detalına tək İlham müəllimdə deyil, bütün işlərdə A-dan Z-yə iş mənim əlimdən çıxıb, hər bir detalına da fikir vermişəm. Xeyirli uğurlu olsun. Çox razıyıq, sağ olun. Yəni məsləhətdir ki, yəni öz dişlərinizi yəni etibar eləyə bilərsiniz. Yəni klinikaya. Həm də pasientlərin özündən də çox şey asılıdır ki, yəni özü də dişlərə qulluq eləməlidir. Siz deyən kimi isti soyuğa riayət eləməlidir. Yəni ona görə o tədbirlər də olursa, inşallah mənə elə gəlir heç bir narahatçılıq olmaz. Bunlar hərəsi bir zəncir halqasıdır. Həkimin təcrübəsi olmağı bir zəncir halqasıdır. İmplantın yaxşı marka olmağı, xəstənin baxımlılığı, texnikin konstruksiya hazırlamağı. Bu halqalar birləşir. Bir dənə uzun ömürlü bir dənə zəncirə. Hansı halqa biraz orada özünü doğrultmursa, elə oradan da bu zəncirimiz qırılır, işimiz məhv olur. Hər birimiz öz üzərimizə düşən olanda belə bir üzağardıcı bir şey olur. Xeyirli uğurlu olsun. Sağ ol, sağ ol. Sağ ol.